Rəhmətlik Hacı Şahinin böyük oğlu Hüseyn ADA Universitetini bitirdi. Əziz Hüseyn, təbrik edirəm səni, uğurların bol olsun. Onu da qeyd edim ki, əziz izləyicilər, zaman-zaman belə müzakirələr açılır. İslam təhsilə ziddirmi? Bir müsəlman, dindar bir müsəlman ali təhsil ala bilərmi? İslam cəmiyyəti geri mi salır və s. Bunun ən gözəl örnəyi və ən gözəl cavabı Hacı Şahin və onun ailəsidir deyə bilərik. Baxın, oğlu dindardır və onu da qeyd edim ki, Hüseyn balacalıqdan, körpəlikdən məsciddə böyüyüb, amma ADA Universitetini bitirdi. Eləcə də Hacı Şahinin övladı, qız övladı hicablıdır, dindardır, o da universitet bitirdi. Yəni Hacı Şahin öz həyatı ilə, öz yaşamı ilə həmişə müsəlmanlara örnək olub. Yəni müsəlman belə olmalıdır deməyinə də əslində ehtiyac yox idi. Hacı Şahinin əxlaqına, onun həyat tərzinə bələd olan insanlar görürdülər ki, bir dindar, bir mömin əslində necə olmalıdır. Məsələn, Hacı Şahin bir dindar sadə olmalıdır deməyinə ehtiyac yox idi. Çünki özü sadə idi. Hətta o televiziya mənim verilişimə gələndə qapıcıdan tutmuş ta direktora qədər hər kəslə tək-tək əl verib görüşərdi. Hacı Şahin üçün insanların vəzifəsinin, sosial statusunun heç bir önəmi yox idi. Müsəlman necə yaşamalıdır, onun gözəl bir örnəyi idi. O öz nümunəsində insanlara bir müsəlman örnəyini göstərirdi. Ona görə bu qədər sevilirdi və bugün də sevilir. Allah Hacı Şahinə rəhmət eləsin. İnanırsınızmı? Baxın, illər keçib onun vəfatının üstündən hələ də mən onun ölümü ilə barışa bilmirəm, qəbul edə bilmirəm və mənə çox qəribə gəlir hər dəfə Allah rəhmət etsin demək. Sanki sağdır, hardadırsa bir yerdədir. Allah rəhmət eləsin, qəbri nurla dolsun və onu da deyim ki, Hacı Şahini Hacı Şahin edən onun özü oldu. Özü oldu, əməlləri oldu. Özü bir Hacı Şahin yaratdı sözün məcazi mənasında. Biz onu çox sevirdik, bugün də onu çox sevirik. Yoxluğu çox görünür. Bəzən telefonda adına rast gəlirəm. Elə qəribə oluram ki, insan götürüb bir zəng eləmək istəyir, amma yadına düşür ki, yoxdur həyatda. Bu bir acı gerçəkdir. Amma Hacı Şahinin əziz xatirəsi bugün də ürəyimizdə yaşayır, hər zaman yaşayacaq. Hacı Şahin minlərlə insana örnək oldu. Minlərlə insanı İslama gətirdi. Yəni, xidmətləri həddən artıq böyükdür, say bitməz. Və Hüseynin bu məzuniyyət fotosunu görəndə düşündüm ki, onun əziz xatirəsini bir daha yad edək. Yadımıza salaq, heç zaman unutmayaq və unutdurmayaq.